Əlabbas Bağırov Küçə hekayə. Onu hər gün həyətdə görürdü. Qadın xəcalətindən heç başını da qaldıra bilmirdi. İndi 6-cı mərtəbədə düz qapının ağzında onunla üzbəsurət dayanmışdı. Həmişəki kimi məhzun görkəmi vardı. Ev yiyəsini astanada görən kimi satmağa gətirdiklərini tərifləməyə başladı. Bilirsiniz, mən bu günlərdə köçəcəm. Öz aləmində güya heç nə almamağının səbəbini izah etdi və qadının təbəssümünü cavabsız qoymadığından da çox əksər günlər həyətdən gələn səsinə oyanıb qarasınca deyindiyi bu adamın qapıda narazı getməməyinə sevindi. Divarın o bir üzündə kimsə pianoda təkbarmaqla yenə hansısa zəhlə tökən bir mahnı dıngıldadır, həmişə də eyni yerdə ilişib, yenidən çalmağa başlayırdı. Sanki naşı çalğıçıya kiminsə əsəbləri ilə oynamaq üçün göstərik zat verilmişdi. Bu az zəhlə tökülmüş kimi andır çiskin də bir yandan nə yağan kimi yağır, nə də kəsirdi. Səhər ertədən başlayan külək bu gün o yuxudan elə bu səsə qalxmışdı. Əməlli başlı at oynadırdı. Tərslikdən nahara yaxın işıq da söndü. Yarı qaranlıq otaq bumbuz idi. Hər dəfə o özünə söz verirdi ki, sağlıq olsun bir gün vaxt olanda qapı pəncərənin yırtıq deşiyinə gərək əməlli başlı əl gəzdirəm. Yoxsa keçən ilki kimi elə səhlənkarlıq elədi ki, bütün qışı xəstəlikdən göz aça bilmədi. Daha bəsdir canla cavanlıq elədiyi günü-gündən geri gedir. Amma o var ki, bəzən havaların xoş keçməsi də bəhanəyə çevrilirdi. Axmaq kimi zəhrimar tənbəllik də əksər şeylərdə olduğu kimi elə bu işdə də əl-qolunun kəndiri idi. Əslində hələ bir həftə əvvəl qonşu apteklərə baş çəkib pambıq tapmayanda yaxşı bilirdi ki, şəhərə olduğu kimi elə bu işə də qar yağacaq. Xasiyyəti idi, heç vaxt uzaqdan bir şey alıb gətirməzdi. Bazarlıq da evin yan yörəsindən eləyirdi. Durub tutalım, lap vacib olan balaca bir şey üçün bir də gedib şəhərin o başına çıxa, belə şey eləyən deyildi. Bir yerdən bir şey tapmırdısa, elə bilirdi o şeydən heç harda yoxdur. Deməli yoxdur ki, satışa verilməyib, yoxsa nə matah şeydir, gizlədib əl altdan xırd eləsinlər? İndi də bəhanəsi ayrı şeydir. Nə bilir axı elə günü bu gün gəlib mitilini bayra atmayacaqlar. Onda o da acı-acı təəssüflənəcək ki, kaş elə dərd qapı pəncərənin dərd olaydı. Aydın məsələdir ki, gələn oğul da elə belə gəlməyəcək, top tüfənglə gələcək. Bilirsən nə var qardaş, yığ şələ-şüləni hörmət qoyanda adamın çiyninə çıxmazlar. Səni məndən xahiş elədilər, mən də adam bilib evi verdim. Yaxşı olansan öz payına, mənim sənə indiki halda hörmətim olar ki, uzağı bir həftədə möhlət verim. Bilərsən, bilməzsən, daha bu sənin öz işindir. Onun da dərdini mən çəkən deyiləm ki. Özün də hara gedirsən, get, bundan ucuz ev tapsan, gəl tüpür üzmə. Dostun deyir, səndə təzə dərd tapıblar. Olub qalanını yığıb vermirsən dava dərmana. Mənim günahım var ki, sən xəstəsən. Var mənim günahım. Vallah, billah dostundan keçəmirəm. Mənim yerim ayrı biri olsaydı, səndən başqa cür danışardı. Adam adama borçlu qalar 1 ay, 2 ay, daha 5 ay yox ki. 5 ay yarım il deməkdir. Özdə məni yandıran odur ki, deyirlər, şairsən, məqalezad yazırsan. Nə məqalabazlıqda? Bu millətin başını sizin elə məqalələrini çıxarıb eləmədimi? Get özünə iş peşə tap, pul para qazan. Xalq qarnın hayındadır. Nə görmüsən bu dəftər kitabda? Bəlkə də eşitmiş olarsan, o irəli qonşumuzda bir ər-arvad acından ölüb. Heç bilirsən gündə nə qədər acından ölən var ölkədə? Hökumət açıb ağarda bilmir, çünki qorxur, biabırçılıqdan qorxur. Bilir, sən də beynəlxalq aləm filan nə bilim nə. Bir elə sən özün eşitmişdin buradan bura. Görürsən ki, bundan yazı, yoxsa bağ belə, bostan belə, nə olsun? Bəlkə səhv deyirəm, getdi sən o şeirini zamanı. Ha, sən öz zanın, gəl bir küçəyə tamaşa elə. Gör yağış təpəsinə döyə-döyə cəmaat nə oyunlardan çıxır. Nə də axşam balasına bir tikə çörək apara bilsin. Yaşayış budur qardaş, millət hamı küçələrdədir. Adam adama deyər, səni görüb küçələrdə qalasan. Qaldı bu xalq küçələrdə. Ola bilsin, biraz hissə qapılır o. Bu sazaqlı gündə heç iti də qapıdan qovmazlar. Ağa, hardan ağılına gəlib bu səfiyyə fikir? Kimdir onu evdən qovan? İnsanlıq harda qaldı bəs? Güya bilmirlər ki, o fırıldaq adam deyil. Ondan bundan minnət götürməkdənsə imkanı olsa, gedib elə başına çarə qılar. Daha kələk niyə gəlir? Yoxun üzü qara olsun, zəhrimardan elə hamı bezardı. İşıq kəsildiyindən 5-6 tramvay ardarda elə dayanmışdı ki, elə bil nümunəvi qocalar nəyəsə növbə tutmuşdular. Təsadüfə bir bax, özü də düz ərzaq mağazasının qarşısında.
Belə münasib bir oxşarlıq tapdığına ürəyində sevindi, bunu mütləq təzə əsərinə salacağını qət elədi və fikrin təzəliyindən elə bil cana gələn kimi oldu, durdu ki, gedib çaydanın altını yandırsın, yadına düşəndə ki, səhər o başdan qaz da gəlmir, əhvalı yenidən korlandı. Qapı döyüləndə ani olaraq fikrindən keçdi ki, yeganə yolu var. Əgər gələn ev yiyəsidirsə, onu mütləq qabaqlamaq lazımdır. Dərman üçün ona pul verərmi ya yox? Belə olsa aydın məsələdir ki, heç kirayə haqqında söhbətə qayıtmazlar da. Üstəlik o bunun dərman üçün alındığını bilsə, heç özünün də üzü gəlməz borc söhbətini eləməyə. Hərçənd o gələnin ev yiyəsi olduğuna da inanmırdı. Hər kim idisə qapının zəngini basmağa ürək eləməmişdi, həmişə belədir. Üzün gəlmirsə, hər şeyi ehtiyatla eləyirsən. Hərəkətlərini ölçüb biçirsən ki, qəlbə toxunmayasan. Halbuki bu zənglə bu qapını hər gün azı 10 dəfə açdırırlar. Qaz idarəsindən gələn, işıqçı, dost tanış, qonşular, usta. Seyidəm, bəxtə baxıram, gələcəkdən xəbər verirəm deyənin yanında başqa bir arvad da var idi. İşıq yanacaq, soruşdu və bu sualı vaxtında tapıb verə bilməyinə məmnun gülümsündü. Görürəm, yaxşı olan oxşayırsan. Seyid icazə gözləmədən içəri dürtülmək istədi. Onda pulsuz, o şərt qoydu və qapını azca sıxdı ki, qonaq içəri girməyə tələsməsin. Bu sözü eşidən bəxtə baxan utanıb qızarmadan dedi. Arvad da, heç o da öz əri ilə pulsuz yatmır. Sən nədən dən vurursan? Heç sözüm yoxdur sənə, ev yiyəsi təəssüflə başını buladı. Bari adını Seyid qoyub eli özünə güldürmə. Yerə, pulu yoxdur adında kişi qoyub, həm də bu qəmişdən üzülüşməkləri üçün əllərinə girəvə düşmüşdü, həm də qulağı eşidə kişiliyinə lağ eləyib ürəklərini soydurdular. Bundan ləzzətli şey işin düzəlməyib, daha qanın niyə qaralsın? Hərifzat səbəyəm, evi qızdıra bilməmək cəhənnəm, qaz yansaydı heç olmasa qaynadıb bir qaşıq isti su içərdi. Mətbəxdə oturub işləməyi xoşlamasa da, bu saat bu balaca yerin istisi ayrı aləm olardı. Hələ şamı hazırlamağa, cibdə siçanlar oynaşanda adətən yuxudan elə qalxırdı ki, səhərlə naharı bir eləsin, bir şey tapsaydı lap əntiqə. İndi lap yəqin idi ki, nə üçün çıxmasa da axşama yandırmağa şam almaq və bir qaşıq isti yemək üçün mütləq evdən çıxmalıdır. Birdən orada da işıq olmasa onda necə? Çünki hər şeydən göründüyü kimi bütün şəhərin işıqları sönmüşdü. Heç trolleybuslar da gözə dəymirdi, həll olsun metro da işləmir. Nədənsə belə vaxtlar həmişə elə bilirdi, həyat dayanıb, dünyanın axırı gəlib çatıb. Sonda artıq, birdən-birə indidən axşama fikrini eləməyə başladı. Zülməti, soyuğu, canının ağrısını düşünəndə qəfildən bütün vücudunu soyuq tər bastı, elə bil bədənində qarışqa rizəsi gəzdi. Bu hal təqribən yarım dəqiqə çəkdi, sonra da özünü danlamağa başladı ki, niyə axı həmişə işin özünə ziyan eləyən tərəfini fikirləşir, nəyə görə ümid bağladığı nə varsa hamısı bir dəfəlik puça çıxmalıdır. Nə olub axı metroya? İşıqdır sönüb yanacaq. Bəyəm az olub belə şey? Yəqin bu cəmaatın halına acıyan da var. Ola bilməz ki, bu boyda şəhərdə hamı vicdanını itirmiş olsun. Əlbət bir qeyrətli oğul tapılıb axırı milləti qurtaracaq bu zülmətdən. Özü də nəyə görə hamının əvəzinə o fikirləşməlidir? Yəni belə ağıllı çıxıb, hərgah bu cür millət qədri biləndirsə, kimi gözləyir? Niyə buyurmur yuxarı başa? Xatircəm olsun, hərə öz işini, nəyi necə eləməli olduğunu ondan 1000 pay yaxşı bilir. Adama deməzlərmi, o bildiyin dərmandan öz başını niyə çəkmirsən, ay yazıq. Canın xəstə, ev eşiyin yox, acından günorta durursan, get öz başının hayına qal. Hamı sənin fikrini eləyir, sən kimi fikrini eləyirsən? Elə düz deyirlər, onun xəstəliyi kasıb xəstəliyidir. Qəpik quruş olanda çox da belə şeylərin keyfini getmir. Fikirləşməyinə fikirləşir, götür-qoy eləyir, baş sındırır, amma daha belə yox. Onda azar-bezar da tez unudulur, keyf də əl üstü düzəlir, özünə inamı artır, dost-daşnaya qoşulub, xeyrə-şərə gedib gəldiyi günlər də olur. Bunun səbəbini onunla izah eləyiblər ki, güya hamısı həssaslıqdandır. Mədə xəstələri dünyanın ən həssas və əsəbi adamlarıdır. Elə bilirlər, hamının dərdi onlara qalıb. Bunu elə deyilən vaxtdan qulağında sırğı eləmiş, öz aləmində səbəbin də özü tapmışdır. Əgər günü-günə satmayıb, vaxtında evlənsəydi, niyə belə şeylərin dərdini çəkirdi?
Yoxsa nə bilirdi mədə ağrısı nədir, öd kisəsinin iltihabı necə olur? Vaxt vardı heç böyrəyinin harda olduğunu bilmirdi, amma indi nəinki böyrəyinin yerini, hələ üstəlik onda daş da olduğunu bilir. Duzlaşma dediyi cəhənnəm bu prostat vəzlərin söhbəti hardan çıxdı bəs? Nə biləsən, bəlkə də gözünün odunu elə həkim özü almışdı. Yoxsa nəyi var dax onun? Şükür Allaha daş yeyib qum çezirdi. Əvvəla elə onun özünün adamlığı çatsaydı, sözü birbaşa üzə deməzdi. İkinciyə də qalanda dərdini demişdi, yaxşı oğlan idisə elə dərmanını da eləyərdi. Yoxsa nə var deməyə ki, bu cür xəstəliklə dünyanın ən gözəl qadını gətirib özünə arvad eləsən də xeyri yoxdur. Hamdan fərqli olaraq arvadı sən özünə olsa qulaq yoldaşı ala bilərsən. Beləsindən nə ağıl umasan axı, elə danışır, elə bil adama muştuluq xəbəri verir. Bəlkə heç o da qınamalı deyil, düz sözü, açıq söhbəti sevən adamdır. İstəyir ki, vəziyyətin nə qədər ciddi olduğunu xəstə özü başa düşsün. Məgər həkim təqsirkardır ki, o səfihdir, uşaq kimi hər deyilənə inanır. Ona ümumiyyətlə həmin xəstəliyin törətdiyi fəsadları söyləyiblər. O isə hər şey öz payına çıxır, sarsılır, ruhdan düşür, fikirləşir ki, bəli, bu da bütün səfih adamlar kimi hər şeyi bu cür səhərə salmağın axır nəticəsi. Halbuki taleyi ayrı cür də gətirə bilərdi. Onunki isə xəstəliklə mübarizəyə həsr olunub. İndi də oturub acı-acı təəssüflənir ki, niyə axı dünyanın düz vaxtında bir halal süd əmmişini tapmadı ki, cana da adam kimi qulluq eləsin. Güya o vaxt bilmirdi ki, onun imkanları ilə nəinki 5-10 ilə heç ömrün axırınacan da ideal şərait yaratmaq mümkün deyil, ya bəlkə ailə quranda dünyanın yarıdan çoxunun ev eşiyi olmadığını bilmirdi, bəyəm hər kitab yazan ev eşik yiyəsi olur, gərək səfeh olasan ki, gözün görə-görə cavanlığını dolanışığa, evsizliyə görə puç edəsən. Hər şey üçün ümid bağladığın bu yazı pozu elminə heç əmin-amanlıq dövründə qiymət verən yox idi, qalmışdı indola. Hardadır o sadiq, gözəl, vəfalı qadın ki, 40 yaşda sənin sənətinə, insanlığına aşiq ola, indi hamı elə bəri başdan rahat yer, xoş güzaran axtarır. Niyə də axtarmasın? Axmaq zat deyil ki, şirin xəyallara, boş vədlərə aldana. Boş ciblə çox elə lazımdır sənin sənətin. Boş cibdən boş baş yaxşıdır. Sən elə o fikrində qal ki, evlənməməyinlə kimisə xoşbəxt eləmisən. Həyatda ən böyük xidmətin elə bu olub. Əmi, çörək pul istəyirəm. Qapını döyən dili gödək adam idi. Sanki qapı döymür, divarda qarışqa öldürürdülər. Açdı və necə düşünmüşdüsə, eləcə doldu uşaq və əli qoynunda bir-iki addım o yanda dayanan anası. Atam yoxdur, əmi. Uşağın nə istədiyini elə miskin görkəmi dil açıb deyirdi. Sənin adın nədir? Pulu uşağın cibinə qoya-qoya soruşdu ki, həmin andasa o xəcalət çəkməsin. Ay səni şeytan! Uşaq cavab vermədən anasına tərəf, anası isə çıxışa doğru yönəldi. Palto əynində, siqaret damağında pəncərə önündə dayanmışdı. Köhnə tanışlar həmişəki kimi iş başında idilər. Sanardın ki, bu küçə onların baş kirləmək yox, elə daimi iş yeridir. İdarədə olduğu kimi burada da hamının öz yeri var. Kənar adamlar bura icazəsiz gələ bilməzlər. O bura ilə hər gündə olmasa gün aşırı çörək, göy-göyərti, siqaret, diş fırçası, ülgüc, üz sabunu, qələm və digər xırım-xırda şey almağa gedib gəlir. Bu küçənin əksəriyyətini üzdən tanıdığı işçiləri onu görən kimi heç yaxına gəlməyə imkan verməyib elə uzaqdanca səsləyirlər. Xoş gördük xalqımın şair oğluna eşq olsun. Xoş 5-dən sonra isə deyirlər. Bir bizdən yazmadın da, bir yol oturaq, həyatımı danışam, tükləri biz durar. O heç kimi inandıra bilmir ki, şair deyil. Bu nə söz daxı düşüb dillərinə uzaqdan qışqırıb, onun bunun yanında adama xəcalət verirlər. Nə olub, şair adam deyilmə? Özün də bizi aldadı beləmə. Şəkilini qəzetdə özüm görmüşəm. Bir dəfə hansı səfihsə ərk qarışıq, istəysə elə onu elə belə də dedi. O isə bu darqafa adama nəyisə izah etməyi şəhərinə sığışdırmadı, amma qırımını necə gördülərsə, odur budur bu söhbəti yığışdırıblar. Elə onu salamlamaqla kifayətlənirlər və hörmət əlaməti olaraq astadan da olsa hər dəfə soruşurlar ki, şairə nə qulluq eləsinlər. Köhnə tanışların işləri bu gün fənadır. Həmişəki qayda ilə səkidə özləri üçün münasib yer düzəldib, mallarını dəqiqədə bir sahmana salsalar da, külək elə bil onlarla bəhsə girib, hər şeyi onlar edən tərsinə eləyir. Göz açmağa aman vermir.
Sonra əlşallaqlılar özlərini yetirirlər. Bilmək olmur ki, qayda-qanun yaratmaqda külək onlara kömək elər, ya aranı qatıb çaxnaşma yaratmaqda onlar küləyə. Amma o dəqiqdir ki, küləkdən fərqli olaraq onları yola gətirmək həmişə asandır. Çünki əvvəllər olduğu kimi daha heç xəlvətə zada keçmək də yoxdur. O əvvəllər idi ki, xəcalət çəkir, abır-həya saxlayırdılar. İndi isə hamının işi əzbərdir. Gündə 2 dəfə, bir səhər, bir də günortadan sonra, yəni növbə dəyişiləndə onları səkinin o başında görən kimi bu başda əllər cibə gedir. Axır küçəyə tamaşa eləməkdən də bezdi. Ona elə gəlirdi, neçə illərdir bu evdə adam özünü küçədə necə hiss eləyərsə, elə o cürə yaşayır, ömrü günü küçələrdə keçənlərlə onun elə bir fərqi yoxdur. Bir vaxtlar sevimli əyləncəsi, indi isə can sıxıcı məşğuliyyətdən savayı heç nə olmayan makinanın arxasında oturmuşdu. Bu ona indi təkcə dərd-qəm unutmaq yox, həm də əməlli başlı vaxt öldürmək üçün gərək idi. Vaxt öldürmək, görəsən onu kim deyib ki, insan anadan olan gündən ölməklə məşğuldur, əcəb sözdür. Elə o özü də çox-çox qabaqlar ömrün günün qədrini bilən idi. Boş-boşuna itirdiyi vaxt üçün həmişə acıyırdı. Keyf, kök, can sağlam bu dünyada niyə də kamala yaşamayasan? Məgər bunun üçün nə vaxtsa əlavə bir ömür də veriləcəkdir ki, ümid bağlayıb ona arxayın olsun. Bilirdi ki, elə şeylər var, eləsə yalnız indi eləyə bilər. Eləməsə heç vaxt. İndi isə ötən hər dəqiqənin, hər saatın ömürdən, gündən getdiyini bilə-bilə zərrəcə də olsun təəssüflənmirdi. Güya elə-belə də olmalıydı. Təəssüf. Hansı gözəl gün şirin an üçün sanki belə hal heç vaxt olmamışdı. Olur axı hərdən. Həyat bəzən o qədər bihudə və mənasız keçir ki, hətta vaxtı ilə yaşadığın ən gözəl günlər də bircə anda yaddan çıxır. İndi də o, uzun illər əlbəyaxa olduğu talihi ilə barışıb oturmuşdu. Demək olar ki, heç nəyin arzusunda deyildi, heç nə istəmir, heç nəyə can atmırdı. Onun üçün həyat sanki çoxdan başa çatmışdı, toxunanda min yerdən cırıldayan köhnə dəyirmi stola. Divardakı solğun, sallaq kağızlara, sınıq salxaq kitab şkafına, onu təncə gətirən mənzərələrə baxıb key-key düşünürdü ki, görəsən elə bir möcüzə baş verərmi? Bütün bunlardan can qurtarsın, lap müvəqqəti də olsa. Təki qurtarsın, belə-belə necə oldusa, onun ağılına əntiqə bir fikir gəldi. Özünü niyə dağadaşa salır axı? Borcun əvəzinə televizoru peşkəş edər və salam. Onsuz da başının verilişlərinə baxmır ki, Moskvaya ya o birlərinə baxmasa nə olacaq? Onsuz da hamısı əsəb mənbəyidir. Şükür əlhəmdülillah, indi cəmaat elə xəbərlər tapıb danışır ki, televizor onu bir həftədən sonra deyə ya deməyə. Nə televizor bazlıqda axı dəfələrlə şahidi olmuşdu ki, ən gözəl fikirlər ağılına ən çıxılmaz anlarda gəlir. Belə vaxtlar bəzən hətta onda xatircəmlik də yaranırdı ki, boş-boş şeylər üçün özünü çox da yormağına dəyməz. Onsuz da son məqamda ağıllı bir şey fikirləşib tapacaq. İndi çalışırdı ayrı şey barədə düşünməsin ki, ağılına qəfil gələn bu fikirdən daha çox ləzzət ala bilsin. Sükutdan qulaq dəlindiyinə görə makinanın səsi ilə elə bil boşluğu güllələyirdilər. O aldığı ləzzətdən elə vəcdə gəldi ki, səhifənin kənarını qələmlə qaraladı, naşı döyüşçünün atdığı güllə. Nədənsə dəymir heç vaxt hədəfə, əntiqə, bəyənilsin, birdən o desə, razıyam, amma bir şərtlə, sat pulunu ver, yaxud səbəbsiz filansız heç istəməsə onda necə? Ağılına qəfil gələn fikirdə necə sevinmişdisə, eləcə də pəzmürdə oldu. Kimdir axı onun Nuh əyyamından qalan bu mütrifinə iya duran? Hardan bilir ki, ondan bundan eşitdiyi o qət təzə xəbərləri televizorsuz filansız elə o da eşitmir. Bəyən bu şəhərdə yaşamır, ya ayrı planetdən zatdan gəlib. Özü də hərgah yaxşı oğlandısa, özü üçün əsəb mənbəyi bildiyi şeyi başqasına niyə sırıyır? Bu da onun yaxşılıqlarının əvəzidir. Necə adam olduğu ilə buradan bilinir. Qələm əhli olanda nə olar? Hərdən ona elə gəlirdi ki, xəcalət hissi necə bıçaq bir şeyi kəsər, eləcə adamın ömrünü kəsir. Əgər bu gerçəkdən də belə idisə, indi də ona oxşar bir şey oldu. Naşı, çalğıçı qısa fasilədən sonra divarın o bir üzündə tək barmaqla yenə də od eləyirdi. Həmişə də ilişdiyi yerdən yox, lap əvvəldən başlayır və oradan o tərəfə keçə bilmirdi. O da fikirləşə qalmışdı ki, görəsən səhər ertədən əsəblərini acıqlı pişik kimi cırmaqlayan piyanonun səsidir, yoxsa eyni melodiyanın dönə-dönə təkrarlanmağı, kim bilir, bəlkə də heç biri.
Hətta bəzən xoş olan yeknəsəklik də adamı usandırır. Kefi kök olsaydı şübhə yox, onda o səsdə ayrı mənalar axtarar, gözəllik harayardı. Tərslikdən çöldəki yağmurlu hava da, divarın o bir üzündən süzülüb gələn o zəhlə tökən melodiya da, otağın bu səssizliyi də onun əhval ruhiyyəsinə, adam adama oxşayan kimi oxşayırdı. Yoxsa ona nə düşmüşdü bu bomboş otaqda dəyəri qızılla hesablana vaxtını və ömrünü makina ilə yerə versin. Dünyanın yüzlərcə dərdi odu kimi indi onun üçün ömür də pus bir şeydi və bu bir günün, 5 günün yox Allah bilir neçə illərin söhbəti idi. Külək əsmirdi, elə bil bütün günü asıb kəsən bir adam axır ki yorulub, toxtayıb dayanmışdı. Əvəzində əvvəlcə təkbir qar atdı, sonra get-gedə yağış gücləndi. Gün başı çatsa da küçədə işləyənlər başlarına sellofan kisə keçirib, əcaib görkəmdə ayaqlarının birini götürüb, o birini qoya-qoya işləri ilə məşğul idilər. Bu arada hava getdikcə qaralırdı, qapının zəngi çalındı. Sonra aramsız olaraq onu yumruqla döyəcləməyə başladılar. Kimsə də orada əsəbi halda deyinirdi. Səsi tanıyan kimi onu xəcalət təri bastığını hiss elədi. Xeyli vaxt idi ki, hər dəfə qapının bu cür döyülməyini eşitdikcə ömrü yay gecəsi kimi hiss olunmadan günü gündən gödəlirdi. Sonra qapıya açar salıb çaqqıldatdılar, ardınca yenə zəng dilə gəldi. Yumruq səsləri elə gurlayırdı ki, elə bil haqq-nahaq qapını sındırmaq istəyirdilər. Naşı çalğıçı isə heç nəyə məhəl qoymadan divarın o bir üzündən bu səslərə sənətkarlıqla züy tuturdu.